Son vaxtlar kirayə mənzillərlə bağlı nəzarət gücləndirilib. Polis əməkdaşları kirayədə yaşayan şəxslərin qeydiyyat və müqavilə sənədlərini yoxlayır. Sənədlər qaydasında deyilsə, cərimə tətbiq olunur. Son vaxtlar kirayədə yaşayanlarla bağlı ciddi yoxlamalar aparılır. Belə ki, polis əməkdaşları bir-bir qapıları döyür, vətəndaşlardan sənədlərini soruşur. Əgər həmin şəxs yaşadığı ünvanda qeydiyyatda deyilsə və kirayə müqaviləsi yoxdursa, bu zaman yerində protokol tərtib olunur və 30 manat məbləğində cərimə edilir. Hüquqşünas Cavid Cəfərov deyir ki, ölkədə yaşayış yeri üzrə qeydiyyat və kirayə müqaviləsinin rəsmiləşdirilməsi qanunvericiliyin tələblərindən biridir. Polis əməkdaşları qanuni əsaslar olduqda yoxlama apara bilər. Sahib müvəkkili arasında gələn şəxslərin sənədlərini yoxlamaqla kimlərin haradan gəlməsi, hansı əsaslarla gəlməsi, mənzil kirayə müqaviləsi əsasında gəlib-gəlməməsini araşdırmalı. Ondan sonra həmin şəxslərə müvəqqəti qeydiyyatla bağlı tövsiyələr, məsləhətlər verməlidir ki, gedin polisdən müvəqqəti qeydiyyata düşün. Şəxs yaşayış yeri olduğu yer haqqında qanun tələblərini pozarsa, polis ona protokol tərtib edib, xəbərdarlıq ya 30 manat məbləğində cərimə edə bilər. Lakin polis həmin cəriməni yerində həmin şəxsdən ala bilməz. Maraqlıdır ki, bəzən evini kirayə verənlər sənədləşmədə maraqlı olmur. Ehtiyat edirlər ki, kirayədə qalan qeydiyyata düşsə, sonraki mərhələdə problem yarana, hətta mənzilə iddia edə bilər. Hüquqşünas deyir ki, bu mümkün deyil. Kirayə müqaviləsinin müddəti bitən andan artıq onun müqaviləsi etibarsız sayılır, bitmiş sayılır. Onun şəxsiyyət vəsiqəsinə, yaxud da şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərə həmin yerdə qeydiyyatda olmağa bağlı peçat ya da möhür vurulmur. Daxili İşlər Nazirliyindən ATV xəbərə bildirildi ki, polisin kirayədə yaşayan şəxslərin qeydiyyat və müqavilə sənədlərini yoxlaması qanuna uyğundur. Hüquq pozuntularının vaxtında aşkarlanması və qarşısının alınması məqsədi ilə profilaktik qeydiyyat və monitorinq tədbirləri müntəzəm olaraq həyata keçirilir. Vətəndaşların yaşayış yeri və olduqları yer üzrə qeydiyyata düşmə tələbini pozması halları aşkarlandıqda, həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunur. Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda, müvəqqəti yaşadığı yer üzrə qeydiyyata düşmürsə, qanunvericiliklə bu hal inzibati məsuliyyət yaradır. Kirayə mənzillərlə bağlı nəzarətin gücləndirilməsində məqsəd mövcud qaydaların tətbiqini və şəffaflığı təmin etməkdir. Kirayə münasibətlərinin rəsmi şəkildə tənzimlənməsi gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almağa yönəlib. Ağcələskərli Suada Quliyeva, Pərviz Əliyev, ATV Xəbər.